Ümumiyyətlə bu xəstəlik Azərbaycanda digər regionlara baxan daha çox yayılıb. Buna bəzən Aralıq dənizi anemiyası da deyilir. Nəyə görə? Çünki bu Aralıq dənizi ətrafındakı ölkələrdə çox yayılıb bu xəstəlik. Belə baxanda biz heç Aralıq dənizindən kənardayıq. Amma məsələn, Misir, İtaliya, Tunis və s. bu digər ölkələr hansılar ki, Türkiyənin özü, Yunanistan, bunlar bu xəstəlik həmən ölkələrdə çox yayılıb. Eləcə də Azərbaycanda yayılıb. Belə bir sual qoyula bilər ki, bu Zakafkazyada, burada təkcə Azərbaycan deyil axı, burada Gürcüstan da var, burada Ermənistan da var. Bəs necə olur ki, o ölkələrdə bizə baxan bu xəstəlik çox-çox azdır. Azərbaycanda həmən respublika, həmən ölkələrlə müqayisədə ki, onlarda qohumluq əlaqəsi yoxdur. Bəs onda nə baş verir? Təsəvvür edin ki, məsələn, bu dayıoğlu, o əmi qızı və yaxud da bayaq sadaladığım qohumlar, bunlar adından göründüyü kimi bir nəsildən olan uşaqlardılar, doğulan uşaqlardır, doğulan nəvələrdir, hətta nəticələrdir. Əgər o nəslin kökündə talasemiyanın daşıyıcılığı varsa, yəni geni varsa, o genlər səpələnir, yəni bu qohumlar doğulur, övladlar doğulur, nəvələr doğulur, hətta nəticələr doğulur və bu genetik olaraq nəsildən nəsil ötürülür. Və bunlar bir vaxtdan sonra ailə quranda bu daşıyıcı, o oğlan daşıyıcı, qız daşıyıcı, bunlar birləşdilərsə və bu nikahdan olan uşaqlar artıq xəstə doğulurlar.